Gəlmişik indi də imarətə. İmarətə gedək, ziyarət edək. Gözəl imarət. Qəşəng remont edir. Allah canlarını sağ eləsinlər. İmaret kompleksi. İmaret. Kes. Hoş gelmişsiniz imarete. Bu var idi bu çınar. Ha, çınar var idi. Ha. Ha yok, çınar var idi, kalmıştı burada. Ama değişiklik gedir. Ha, çok güzel işler görülür. Değişiklik nedir? Qəşəng. Əla işler görürlər. Saxlanır ya, gəldik qaçırdıq bura. O ağacı kəsiblər, bak kötüyü qalıb burada, bak öyle. Ha. Bu çınara o değil bak. He. Ha bak çınar bu. Onu o birisindən kəsiblər, dibindən qalıb çıxıb o. Onun çıkısa değil ama çok böyük. Ha. Çınar bak böyük. Burada hamısı məzarlardır. Gəlib o bunlara baxmırdıq. Elə Ha, uşaqlıq idi, nə Hə. vaxt kimi gəlib belə şeyə baxan. Qəbirlərə baxmırdıq. Elə belə gəlib qaçırdıq. Burada da bir qəbir vardı. Ha, içeride qəbir vardı. Ne dağıtmış köpək şoğunu. Hmm. Yok, bunların çoxunu bərpa edirlər. Reqalı belə olmuyor. Bu binaların hamısını bərpa edirlər. Daşları zadı. Ha, remont edirlər. Çox bərbad bina salmışdılar. Köyünə daşlar. Ha. Çok dağıtmışlar sen buraya. Bu daşlar sonradan basılmadı. Ha da sonradan bərpa edirlər də qəbirləri, hə. Deyə bax, çınarları yandırıblar, onları da bərpa edib qoyublar, qalıb. Hə, gəzməli yerin biri də buradır, uşaqlar. Yəni hamımız gəlirik, Ağdamı qaçıb gedirik, amma belə yerləri gəzib ziyarət eləmək lazımdır ki, tariximizdir bu. Gör neçə il bundan qabaq, əsrlər qabaq olan başdaşlardır bunlar. Güzel işler görürler, güzel şərait düzəldiblər. Bu bölümdəkiler de hansı ki bizler için, Ağdam sakinləri için tikilmiş evlərdir. Bütün Ağdamlıların yerleşmesi için binalar tikiblər. Bu da necə? Badam ağacıdır. Aslında da meyvəsi var. Bu baş taşlarından necə? 5 tane idi, 6 tane idi, mən gətirmişəm. Bax, biri buydu. Alın yetmişsin. Ha? Alın yetirin. Qara pirimdən.
Orada Hiç biz buralara Olan gezip qəbirlərdir. baxmıyoruz. Allah futbola qaçırdı. Ey Allah haqqı. Ora nədir ora? Yəni ora nədir? burada ziyarətgahda gideceğiz. Burası kiminkidir o? Kimin? Arkadaş kimindi o? Bak çınarların hamısı yandırıb var ya. Bak da gelir. He. Burada çınarlar var ya. Birleştiren xüsusiyyətlərə malik. Eyvanlı bilməsində. Dağlarında, divarlarda çox sayılı taxçalar Hər bir şəraitlər var. evlərin istiqaməti əsas olaraq Bu da televiziyadır o. və bir-birinin içərisində yerləşməsi. Gör ne güzel antik kızı. Fənərli Xancavanşirin evi bir-birinə Çırağı var. İki binadan ibarətdir. Əsas bina mərkəzi günbəz yalı ətrafında cənuba yönəlmiş, eyvan evi qruplaşdırılmış bir neçə tağlı otaqdan ibarət qonaq evidir. Otaqların fərqli düzülüşü binanın xanlığın ilk illərində inşa edildiyini təsdiq edir. Əsas eyvanı olan otaq mərasim otağı, yəni ailənin yalnız kişiləri və onların kişi qonaqları üçün nəzərdə tutulmuş qonaq otağı. Uçlu tağlar bərk daş sütunlar üzərində dayanır. Zalın yuxarıdan üstünün çıxması üçün fənər şəklində kiçik bacası olan 8 köşəli günbəzi var. Bu bina isə Bu da müqəddəs Kur'an kitabımız. və ya dəfn mərasimləri zamanı burada qalan xanın ailə üzvləri üçün ayrılmış istəyidir. Fənəri xanın evi onun o dövrdə xüsusən də Naxçıvan və Abşeron memarlıq məktəbində xas olan digər evlərlə birləşdirən xüsusiyyətlər var. Çok güzel şərait düzəldiblər. Allah əmək olan hər kəsə minnətdarlığımızı bildiririk. Hər kəsin əməyi olub, Allah canlarını sağ eləsin. Şöyle ne güzel manzaradır. Tutup sehralar kaysun dönmüş. Niçin düşenlerin terkini insan? Düşünsen cümlenin tuğ dönmüş. Bilemedin hükmüş dillerdik. Çok güzel berpalar gidip. Şurada futbol başlığı kaçırdık oraya. Yetmiyor. Ya çıkıp ağaçtan bakıyoruz. Ve yer olmayanlar. Ama böyle bu oldu. Onu görmüyor. Ama biraz daha bakıyoruz. O büyük. Çift yerine. 2 gün. Bir de bir oldu. Sen de ne güzel hiç. Sen de bak. Adam bu. Bura ocak yeridir.
Tabi bu qalınlıqda tüfarı var. Sərin olacaq da içərisi. O da İbrahim xanın rəsmidir. Pənəxalı xanın qalası. Xərənə. Siz gəzməyə gəlmişsiniz Ağdama. Yalandan geldim. Siz buralara gəlib görməyəndən sonra bura gəlməyəndə mən nasıl var? Diyelim ki geldiler de beşini kaldırdık gidiş şu an. Gəlib bir dənə şikil çəkdirib qaçıb gedirsiniz. Bura girmem. Keşke geçerdi ne dedi? Bura konkret bura ne var? Ağdamda olasan imarətə gəlməyəsən, günah deyil o. Yok zavdamlı olmaz. Burada ne görürler denizi. Bax, gözəl yer olar. Allah. Buradan bize ev verirler. Her şeyin vermezse buradan versinler. Oradan elə bu mənzərəni seyr eləyəsən. Allah gələ oradan oturub bura baxmaq nə edirsən deyir. Almaya bax, gətirib verirsiniz de maşallah. Nədir bu? Alma ağacı. Qızıl Əhmədi. Yox, Qızıl Əhməd yoxşamır. Buradakı qəbirləri sən 3000'e bax. Artıq işlər gedir. Yolu bax belə bu yola gətirib birləşdirəcəklər. Gör nə dərinlikdə qazırlar ki, yollar tramvovka olunacaq belə. Dərinliğini görsən bunu. Bax belə yol çəkiləcək, kanalizasiyalar çəkiblər. Rəhmət. Bunlar kanalizasiyalardır. Yolda belə tramvovka olunacaq. Bu da Ağdam İşıq Dairəsidir bura. Hazır enerji. Ben qabaq sən gələndə o Pushkin küçəsi var değil mi? Məhədacınızda qalan yer. Hamısını tapmışdım. Amma sonradan bax belə qazdılar elədilər, tanımaq olmur. Ona O şeydir, Azərenerji İşıq Dairəsidir Ağdamın. Qaynım da orada işləyirdi, ismindədir. Akşam orada ismindeydi. Tapa bildin Rəhman? Ara. O rəhmətdir var ya bizə, Əyyub'cum rəhmətdir. Yox, tanımıram. O məhlə, orada onların evi bax. O Yasemin ağacını görsəm dəqiqəm. Yasemin ağacı qalar indiyənə qədər. Qalmışdı. Polis deyir ki, elə açır da. Gedək tapa bilirik. Arama iti açıq koymamısan ki. İti açıq deyil ki. Olmuyor. Nesdən gəlib girləri bura. O texnikalar gəlişdir. Ha. Aha. Buralar idi. Rama küçüyə girib tapmasan küçəni çətindir. Deyək Yasemin. Ne o? Deyək Yasemin ağacı budur. Bak odur ha. Yasemin. Buralardı bizimki. Dağıdı. Mamam çok deri dağıttı daxılı. Burası sizin evidir. Bura ha. Burada bir öründeydi. Bak burada. Bu Yasemin. Bizim Yasemin'in.
Şey açır o. Deyə bax burdan idi. Deyə bax burdan. Yaxşı. Sinemin yanında qabaq tərəfində un vermək var idi. Vermək buradaydı. Böyründə. Deyə buradaydı. Hə, burada un vermək var indi. Yox, heç tozur elə. Bağlıdır. Yox, Hə, bax burada un vermək var idi. Böyük un vermək var idi. Bazarın qabağı idi da bura. Rəhman gəlir. Günlər fikirləşirik. Qapılarından gül yığıb Yasəmən. Yasəməni çıxartdı dibindən ki, aparıb Bakıda həyətlərində qaldığı yerdə əkməlidir. Bax bu Yasəmən ağacı bunların həyətində olan Onlardan götürürük. məhəllədir. Bu da bunların eviymiş. Yo, çox dedin, axırı dağıtdıq bulduzer. Bax, gör nə günə qoy. Yasəmən deyim amma yerindədir, bax. Bax bu yol bizim Qiyaslı Astanovkasının yanından gələn, bazarın qabağından gəlib keçən yoldur bura. Bax bu yol, bu evdə o vaxtı rəhmətlik Ford Fuad vardı. Ford Fuadın evi idi bura. O vaxt hər adamda maşın yox idi, xarici maşın zad yox idi. Onda Ford var idi. Elə məşhur adamlar hamısı tanıyır. Ford Fuad deyəndə hamı bilirdi ki, hə, kimlə danışırsan. Bax Ford Fuadın evi buraydı. Buradan da gedirdin qabağa. Burada 4 yol var idi. Bax burayla gedirdik qabağa. İtburunun çiçəklərinə bax, yenə qəşəng açıb. Bax bu Ford Fuad'ın evidir. Axırıncı bax bu idi. Tindəki, 4 yolun tinində. Bura çıxırdın. Buradan bir yol qayıdırdı sola, Seyidliyə. Sola Seyidliyə gedirdin. Buradan düz qabağa keçirdin Hüseynlə. Sağda dəmirçi bağır vardı. Onların evi idi. Sol tərəfdə hamam var idi burada. Biraz gedirdin qabağa hamam idi. Bax burada hamam var idi, bax burada. Böyük hamam vardı. Gəlib hamı çimirdi, nömrə var idi, offshore. 3 nömrəli hamam idi. Böyründə qaz dairəsi vardı, bax burada. Bax bu elə qaz dairəsinin barısı olmalıdır mən bilən. Burada qaz dairəsi vardı. Bax bu qaz dairəsidir, sonra böyründə hamam idi. Bax bu tərəfdə də Tokar Zakir var idi. Burada dəlləxana var idi burada. Bizim kətçi Baxşeyiş dayının dülgər sexi var idi burada. İndi hamısı məhv olub. Bax bu qaz dairəsi olmalıdır. Böyründə də burada hamam var idi. 3 nömrəli hamam. Bax belə yoldaşlar. Bu Sovet hökumətinin vaxtından salınmış asfaltda hələ də qalır. Bax bu dədə-baba asfalt. Böyrün başını qazıb turpaza çıxardıqlar. Yuvalar çıxardır. Hə, amma bu asfalt olduğu kimi də qalır burada. Bu bilsən nasıl şeydir? Magistral su xəttidir. Şahmadan gəlib keçən Düymə zavoduna gedən. Hə, bax o bizim kətdən gəlib keçir də o düymə zavoduna gedən su. Böyük turpa idi. Qucağa sığmayan bir yoğunsu turpa idi. Həm də şəhərin kanalizasiyası, qaz turpası buradan gedir də. Hamısını qazı çıxardıqlar bunlar. Üzdən iraqlar. Bax o da bizi ayınçı var ya, ağ bina. O Ağdam Sisi Otel budur bax. nə deyib? Ağdam Sisi Otel. Gəl bura, burada vaxt görsənir adı bax. Deyə bax. Ağdam Sisi Otel. Onu Türklər tikdilər o vaxt orada. Bu nə deyib? Bunu da tikirlər, onlar tikir, bilmirəm nədir. Amma bu bəlkə var ya, deyib bax bu ağ qabağındakı. Burada muğam evidir. Bax bu muğam evidir. Muğam evinin dalındakidir bax otel. Sisi Otel deyib bax o muğam evinin dalındakı odur. Bu qabağındakı da muğam evidir. Bu yazıldı, yazıldı. O bax o bina, onu şəxs adamlar tikdilər, satdılar. O satıldı, qutardı o evlər. Pullu adamlar da gəldi, tikdi, kimin imkanı var? Prezident fərman verdi ki, kimin imkanı var, gəlsin tiksin də. Tikdilər, satdılar. Bunun çoxunu bu sənaye parkında işləyən, zavodda işləyən işçilərə satdılar. Zavod aldı öz işçiləri üçün. Buraya bax, bu binalarda hamısı qaçqınlara tikiləndi. Bax, bizim bu Ağdam cəmaatındakı şəhərdə qeydiyyatında olanlara tikilən evlərdir. Bax, bunlar hamısı. Bax, bunlar hamısı şəhər qeydiyyatında olan evlər, insanlar üçün tikilən evlərdir.
Bax belə götürəndə bir nömrəli məktəbdə odur. Bax belə. Sağ olun, salamat qalın.